Aa, gəldin. Bazardan gəlirsən, ya toydan. Kimin üçün bəzəmirsən belə? Alverçilər üçün. Qoy görsünlər, biz də özümüzə göre bir kişiyik. Hanım Atılyav. Buyur. Neyirsən? Qulaq as. Bu nədir? İndicə bazarda bir adama rast gəldim. O da onu dedi. Məktubda yazılanları sən demə. Məktubu yazan dəli deyilmiş. Hansı məktub? O məktubda. Hə? O da çaydan, balıqlardan yazılan məktub. Əşki bu zilzibli rədd elə buradan. Səhərəcən 500 sətri verməsən, Moskvaya getməyirsən. Yox, çatıra bilmərəm. Necə çatdırmaram, hə? Çatdıramam. Sabah Pideyinimdir, gərək bugünkü reydin materialları məruziyyə daxil olsun. Mənə bax, sənin belə gözəl şansın var. İndi gedirsən Moskvaya, Moskvadan sonra xaricə. Amma sən gör neyinirsən, onun bunu sözünə qulaq asıb, özümü cəncərə salırsam. Neyinə lazımdır axı bu? Özüm özünə düşmənsən. Sən bir sözə bax. 1000 illərlə axan çayın qabağını saxlamaq istəyirlər. Elə bil ki, bu çay bunlar üçün poezdi maşındır. Məktub gəlib axı. Deməli, yuxlamalıyıq. Borcumuzdur. Təklif edirəm Fufu İbrahimovu göndərir. Fufanı? Ha? Xəbərlər şöbəsindəki Fufanı? Nazımzadə etiraz eləməz. Materialdakı çox maraqlıdır məncə, ha? O ki, Pionerlər Sarayından başqa heç yeri tanımır.